Hər kəsə salam. Bugün bayram süfrələrinə çox yaraşacaq günəş salatı hazırlayıram. Hazırlanması çox asandır. Dadı isə möhtəşəmdir. Toyuq ətini əvvəlcədən bişirib soyutmuşdum. Əti didib qaba əlavə edirəm. Pendiri süzgəcdən keçirirəm. Qozu blenderdə xırdalayıram. Yaşıl soğanı da xırda doğrayıram. Ətin üzərinə qozu, pendiri, yaşıl soğanı, mayonezi, duzu və istiotu əlavə edib yaxşıca qarışdırıram. Əlimlə dairəvi forma verib hər tərəfini nar dənələri ilə örtüb qaba yerləşdirirəm. Kənarına duzlu krekerlər düzüb servis edirəm. Nəticədə həm görünüşü gözəl, həm də inanılmaz dadlı salat alınır. Bu salata sarımsaq da çox yaraşar. İstəsəniz əlavə edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Yeni videolarımdan xəbərdar olmaq üçün kanalıma abunə olmağı, like edib yaxınlarınızla paylaşmağı unutmayın. Hazırlasanız fikirlərinizi gözləyirəm. Hələlik.